Allah Fatir suresinin 10. ayəsində buyurur, Mən kânə yuridul izzə. Hər kim izzət sahibi olmaq istəyirsə, bax bu ayəyə əməl eləsin. Mən bu ayəni sizin üçün hədiyyə eləyirəm, əziz bacı və qardaşlarım. Bir adam istəyir izzət sahibi olsun. İzzət sahibi pul qazanmaq, şan şöhrət anlamında deyil. Ola bilər bir adamın yaxşı vəzifəsi var, izzətlidir. Amma vəzifədən düşəndə zillət paltarın geyinir. Adam var bu günləri pulu çoxdur, xərcləyir, olur hörmətli bir adam. Pulu bitdi, izzətdən düşdü. Yox, Allahın Rəsulu bu günə qədər də izzətlidir. Əhl-i Beyt bu günə qədər də izzətlidir. Müqəddəslər bu günə qədər də izzətlidir. Bu izzətin kökü nədir? Bax, bunu axtarmaq lazımdır ki, bax, mənim xoşbəxtçiliyimin səbəbləri, mənim bədbəxtçiliyimin səbəbləri bir araşdıraq, bax, bu veriliş boyu araşdıraq. Niyə mən bədbəxt oldum? Nə hadisə baş verdi? Niyə mən xoşbəxt oldum? Xoşbəxtçilik üçün mən hansı addımları attım ki, Allah mənə bu izzəti verdi? Bax, bunun cavabı Fatir surəsinin 10-cu ayəsində görəcəksiniz. Fəlillahil izzətü cəmiə. Bütün izzət, şərəf Allaha məxsusdur. Sən də istəyirsən ki, o izzətdən əldə eləyəsən, cavabı budur. İleyhi yəs'at el-kəlimut tayyib vəl-amelus salih. İki şeyə əməl elə. İki şeyə əməl elə. Allaha ibadət və itaat etməyə nail olmaq istəyirsənsə, mümkündür ki, o məqamı peyğəmbərlər izzət sahibi olduqları üçün sən də o məqama çatasan. Birinci budur ki, danışanda düz danış, pak danış, təmiz danış. Yalan danışma. Sənin düzlüyün sənə izzət verəcək. Peyğəmbər əmin idi ki, düz adam idi ki, Yahudilər, Xristiyanlar o zamanda gətirirdilər öz qızıllarını, ev əşyalarını, qılınclarını, bilmirəm evdə nə var idisə, ey Allahın Rəsulu, biz ailəmizdən çox sənə etibar edirik. Halbuki müsəlman deyildilər, müsəlmana etibar edirdilər, İslam rəhbərinə etibar edirdilər. Niyə? Çünki onun danışığı doğru idi. O nə deyirdisə Allahdan deyirdi.